Eğer can almak istersen telimden oxunu kesme. Ey, Gülü xəndana sordum, xara yar olmak zarar vermez. Ay da day da day da day. Eğer can almak istersen telimden oxunu kesme. Keyif pejmürdəni hala vermeyince su semer vermez. Yav seçşəmmidən vəhmeylə çarxın inqilab. Burada bir heykel vardı. Biz yapmışıyoruz. Tedbirlerimizi, görüşlerimizi devam edersin. Allah can sağlığı versin. Sağ olun, var olun. Allah kömeğine. Sağ ol, sağ ol. Allah bütün şəhidlərimizə Ruhları rəhmət eləsin. bugünlərin, şad olların. Çünkü canlarından çok sevdikleri bu vətən uğrunda canlarını feda etmiş bu şehitlerin ruhu şaddır. Ona göre ki bugünlerin bu torpaqlarımız azad. Ruhunuz şad olsun ey şehitlerim. Amin. Amin. Gittikçe çoğaldı. Milli ordumuzun, şehitlerimizin, gazilerimizin, veteranlarımızın gittikçe bu da birinci şey. Kendisini eşkaldan bir sakin. Bu da çok yanlış. Hem 866. ben çok danışabilirim, çok hatıralar danışabilirim. Kendim her karşımda, her toplantıda Harbidir diye. şehitlerimize, gazilerimize can sağlığı, veteranlarımıza can sağlığı arz ediyorum. Ben bir şey demek istiyorum ki, burada olabilsin ki evlatları olan yazarlar, jurnalistler. Ben onlara istiyorum müracaat edeyim. Kendimizle bağlı çoklu vacip olan haberler var. Çoklu haddinden artık vacip haberler var. Bunların hamısını vaktinde tapıp toparlayıp yazmak, gelecekte halka çaktırmak lazım. Bir fakt demek istiyorum, ondan sonra çoktur diye vakt almak istemiyorum. Mesela bilirsiniz mi ki Azerbaycan Respublikası'nda milli ordunun günöresini Piyaslı kendine koydu. Bunu bilen var. Bak sual Var. bak böyledir bu. Özünün müdafiə dəstələri olub, yaranıb. Amma Allah rəhmət eləsin. Milli qəhrəmanımız Şirin Mirzəyev tərəfindən, Allah rəhmət eləsin, Şirin Mirzəyev tərəfindən milli ordunun növbəsinin qoyulması bu bir tarixi bir faktdır. Bizim yaşlı kəndinin qulluğundan həmin cavanlara, gənclərə
özünü müdafiə dəstəsinin üzərində xəbər vermişik. Orada biz o dəstəni yaratmışıq. Ondan sonra Şəhidimiz Respublika rayonun başqa kəndlərində fərqli davam elətdirildi. Və aradan bir ay keçəndən sonra Yastı kəndinin stadionunda həmin dəstələrə yaranan milli orqanın ilk dəstələrdən baxış keçirildi. Allah rəhmət eylesin, Çəpərçinin altında bir dənə stadion var. Həmin stadionda yaşlı nümayəndələr verildi. Və orada rayonun rəhbərlərindən biri Xanımın xanımda iştirak edildi. Baxdılar ki, birinin ayaqqabısı hərbiçi ayaqqabısı deyil, birinin başqası digər. Tam komplektləşdirməkdən üzərində əlaqə qanunlar verildi və göstəriş verildi ki, hamısı komplekt olmalı. Bir aydan sonra bu september ayının 1991'de bir aydan sonra september ayında Ertuğrul'un stadyumuna çekildi. Yani bu hadirenin de beklemek zamanı ama bunun Hər bir kəs o fonda dəstək olacaq. Yəqin ki, bu adla şəhidlərimizin kitabını da çıxardacaq. Ona görə hamı bir-birinə dəstək olmalı. Allah verdi mən. Səsini danışabilirsən. Göz səsi. Göz səsi hamıdan yaxşı. Sərxan nə varsa hamısı açıqladı, açıqladı, dediyi hər birini. Ben de buraya gelenlikten Alıver, yaxın tut. ve ben mizafirim çok sevindim. Bunların emeği olan insanlara öz teşekkürümü ve gelin dostlara, kardeşlere destek olan daha güzel günler ve güzel burada tedbirler geçirerek o cümleden gelip sanatımızı abatlaştırarak kendimizde olan müeyyen yerleri var mesela orada canlananlar ya şehitlerin bir ağaçlısı koyabiliyor. Allah tanrısına için Allah şehitlerimize rahmet eylesin, kanlarımıza can sağlık. Kəndimizin bir də icra nümayəndəsi Teyyub Əliyev. Bu qadın, o da öz ürək sözlərini dərəcək. Yəqin ki, söz verdi Teyyub müəllimə. Sağ olun. Ben de bütün kənd cəmaatının hamısını salamlayıram. Əziz bacılar, qardaşlar, elimizə, obamıza xoş gəlmişik. Gün o gün olsun ki, öz yerimizdə, yurdumuzda məskunlaşaq, bir-birimizin xeyir işlərimizə yarayaq. Necə ki, dədəmizin, babamızın 1000 illik tarixi olan bu Qiyaslı kəndi ki var, böyüklərimiz olub, ağsaqqallarımız olub, hörmət yiyələri olan kəndimiz olubdur. İndi gün o gün olar ki, yenə də həmən işlər bərpa olunar, yenə də bizim elimiz, obamız öz yerinə, yurduna gələr, köçər, yaşayarıq. Bizim cəmaat, gözəl cəmaatdır. Bu işğal dövründə 50'den artıq rayon və şəhərlərə parçalandığımıza baxmayaraq, həmişə bir-birimizdən xəbər tutmuşuq, xeyrimizə, şəhərimizə yaramışıq. Doğrusu bu telif ki, biz Qiyaslı cəmaatı elinə, yurduna, cəmaatına çox bağlı cəmaatı. Arada yaşamağımızdan asılı olmayaraq bir-birimizə əl tutmuşuq, bir-birimizdən xəbər tutmuşuq. Bu niyyətlə, bu arzu ilə yaşamışıq bu illər ərzində. İndi Allah'a çox-çox şükürlər olsun ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, onların qanı can hesabına axır ki, arzumuza çatdı. O yuxularda, xəyallarda olan arzumuz gerçəkliyə çevrildi. İndi doğma babalarımızın yurdundayıq. Buna görə də biz həmimiz artıq bəxtəvər, xoşbəxt adamları və bəxtəvər, xoşbəxt olmağınızı da mən böyük Allah'tan sizin hər birinizə arzuluyorum. Gün o gün olsun ki, kəndimizdə, kəsəmizdə toyumuz, qısasımız göylərə qalsın. Bir-birimizə göz aydınlığı verək, bir-birimizi xeyir işlərimizə əl ataq. Hər birimizi kəndimizdə, kəzəmizdə görməyə mənim üçün xoşdur. Hamınızı salamlayıram. Xoş gəlmişik. Xoş gəlmişik. Xeyirli dualı olsun. Sağ olun. Bir də indi söz verdi Qalandar İsmailov. Əziz cəmaatımız, ilk növbədə bizim kəndimizin əhalisini bura yığmaqda məqsədimiz odur ki, 30 ildən artıq bir müddətdir ki, Azərbaycanın bütün bölgəsində məskunlaşıb yaşayır. Əvvəllər həmişə bir olub. Bizim məqsədimiz bu olub ki, indi bu günlərdə bax, bu çağırışa hamı gəlib iştirak eləməsi, bu kəndin yenə də əhalisinin bir olması, sözünün bütöv olması özünü gösterdi. Çok sağ olun, var olun, teşekkür edirik her birinizə. İnşallah bundan sonra da həmişə
hər hansısa bir addımı atanda biz də arxayın olacağıq ki, arxamızda dayanan cəmaatımız, kəndimiz var. Ona uyğun da biz hərəkət edirik. Allah hamınızı qorusun. İndi də ayrı danışmaq istəyən var. Danışmaq istəyən yoxdursa, indi şəhiddə... Beləliklə, hörmətli cəmaatımız, burada ziyarətimiz oldu. Məlumumuz olduğu kimi, Qiyaslı kəndinin mülki şəxslərlə bir yerdə 76 şəhid var. Ancaq onların içərisində məzarsız şəhidlərimiz var. Belə ki, 92-ci ilin iyun ayının 15-də Qiyaslı rotasından 18 nəfər şəhid olmuşdur. Onun təkcə 9 nəfəri Qiyaslı sakini. Ancaq onlardan bir nəfərini Vahid Zeynalovun nəşi gətirilə bilmişdir. Bu günlərin onlardan, o Qiyaslı sakinlərindən 8'inin artıq məzarı yoxdur. Yəni onlar məzarsız şəhidlərdir. Və belə halda biz ümumi şəhidlərimizi, yəni istər burada olan Qiyaslı şəhidləri ilə bərabər Respublikamızın bütün şəhidlərini sanki yad etmiş olur. Və ona görə də burada qoyulan şəhidlərin adına qoyulan istenti biz qarşısına hər gül çiçəklər qoymaqla cəmi şəhidlərimizi sanki ziyarət etmiş oluruz. Allah bir daha deyirəm, ziyarətinizi qəbul eləsin. Bu kəndimizin birliyidir. Burada iştirak eləməyən Qiyaslı kənd sakinləri də sanki və vətən həsrəti ilə Qiyasını deyil, Qiyasını sakinlərimizlə ruhu şad edir. Bunların vətən torpağının azadlığını Allah ziyarətinizi qəbul edir. Ancaq mənim söyləyim, birbirimize hürmet edin. Aynen.